vaxtınız xeyir olsun. Əziz izləyicilər, görürəm ki, videolar çox sizin xoşunuza gəlir. Ona görə də sizə görə gəldim hara? Ən sevilən bölgələrimizdən biri olan Gəncə şəhərdən. Kimin evindəyəm? Birazdan biləcəksiniz. Tək gəlməmişəm, Fərhadla gəlmişəm. Əslində bilirlər gəlirik, qapını açan olmaz. Gördüm ki, darvazanı açan yoxdur. Ona görə də girdim içəri. Əslində bilirlər gəlməyimizi. Möhtəşəm bir veriliş olacaq. 100% əminəm. Çünki qonaq gəldiyim insanlar... Hoş geldin. Necəsən? Teşekkür ederim. Gel lütfen. Bura kadar gelmişsin haberim olsun. Kapıda Darvazanı sındırıram səhərdən. Fərhadla gəlmişəm, onlar da. hoş geldin. Salam əleykum. Hemşehrisin. Necəsən? Siz güzel insanlar. Teşekkür ederim. Gəncədən gəlirəm. Hoş geldin. Bakıdan gəlirəm. Salam, salam. Hoş geldin. Necəsiniz? Fərhad gəl. Necə haberimiz oluyor? Hoş geldin. Ayaktan ev eşik temizleyirəm. Ne, mənə görə. Koçaklaşmışam. Necəsiniz? Ayılma. Mama deyirəm çünki. Ne olacak? Ana kimiz? Mən hamının anasıyam. Fərhad, xoş gəlirsən qadın alım. Fərhad da çəkək. Gəl. Necəsiniz? Nə var, nə yox? Tutun. Sağ olun. Mən Fərhadı çox istəyirəm. Allah bir ömür boyu sizi xoşbəxt eləsin. Sizi baş küt görəndə o qədər qəlbən sevinirəm ana kimi, nənə kimi. Allaha and olsun. Mən bir-birini sevən insanlar üçün həmişə mücadilə aparmışam. Siz sağ olun ki, bizim təklifimizi qəbul elədiniz. Yəni neçə gündür bir Şəmkir, Gəncə bu zonadayıq. Düşündüm ki, bu gözəl ana balanın da qonağı olun. Hoş gelmişsiniz. Her Peki. zaman sizin gibi güzel insanlar gelsin. Sağ ol, çox sağ ol. Görürsünüz, şəhərdən Fərhadı tərifləyirsiniz, heç məni tərifləmirsiniz. Yox, sən də mənim qızımsan. Mən hər ikinizi çox istəyirəm. Etibarlı olduğuna görə, səni ürəklə sevdiyinə görə, sənlə birləşdiyinə görə mən onu çox istəyirəm. Mən birlik aşiqiyəm, birlik. Yaxşı da aşığın arasında bəsdir. Yaxşı eləyirsən. Amma Afət xanım da həqiqətən sevgiyə, istəyə layiqli xanımdır. Tutdu tərəfimi də, tərəfimi tutdu. Bəli. Yox, Afət. Afət yaxşı olmasa Fərhad onu sevərdi. Ay, Allah belə sizi bir ömür boyu bir damlaqda qocatsın. sizin kimi ailələrin, sizin kimi xanımların, anaların, bacıların, gəlinlərin sevimlisi olmaq hər adama nəsib olmur. Ya da bu da bizim üçün, onu da deyim ki, əziz izləyicilər, Bir yaşlı qadın kimi duaların üzərinizdə olsun. İstəyirəm sizə bir söz deyəm. hə, de. Sabah yox bir də nənənin ad günüdür. Ay, Hə, indi eləcə ikiniz bax beləcə bu mikrofonda da təbrik eləyin, o mənə yetər. Ayna O xanım, mənə da. yetərlidir. Ayna xanımdadır. Ayna xanım, sizi təbrik edirəm. Sağ ol. Bu evdən, bu eşikdən, bu ailədən əski olmayasınız. Allah sizi böyüklükdən əski Çox etməsin. sağ olun. Amin Çox inşallah. sağ Sizə can sağlığı versin. Sağ olun. Həqiqətən də sizin kimi anaların duası Bəli. bütün balalara, bütün gənclərə lazımdır. Bütün gənclər xoşbəxt Amin. olsun. Allah Bütün təbrik balalar eləsin. xoşbəxt Biz olsun. də elə səmimi qəlbdən təbrik Sağ eləyirəm. Bura olun, gəlməyimiz elə bir nə Sağ olun. gözəl insanın qismətinə düşdü ki, bu Mənim günlər balam gününə çox sağ gəldi. olun. Çox sağ olun. Təbrik edirəm, Əksik təbrik olma edirəm. qadın. Ananı təbrik edirəm, yaxşı gözə düşməyim. Allah ömür versin mənim anama. Allah bizim başımızın üzərindən onu əski eləməsin. Çünki mənim həm anam olub, həm atam olubdu, həm də müəlliməm olub. Mən bu yerlərə gəlməyimin səbəbi anamdır. Səsim olmağına baxmayaraq bu təhsil almağımda, arxamda belə dağ kimi dayanmağında anamdır. Sədin qapının ağzında deyən yoxdur, evə gir. Hara gedək, hara gedək? Keçin, buyurun, Getdi, buyurun. yəni bu evdə olmamışam. Onu dedim ki, Lalə ilə biz tanışıq, amma tez-tez görüşmürdük, efirdən efirə görüşürdük. Düşündüm ki, əgər Gəncəyə gəlmişəmsə, mütləq şəkildə Laləyə dedim ki, bəs Lalə, istərdim sizin də qonağınız olum. Lalə də dedi ki, gözüm istər. Bəli, bəli. Mən həmişə səni qonaq dəvət eləmişəm. Daha Yaxşı, 2 il var ki, Afətə deyirəm ki, bizə gəl, bizə gəl. Hər dəfə gəlir bur Yevlağa keçir, Şəmkirə keçir, Gəncəyə gəlmir. Axır ki, gəldi çıxdı. Canavar mı aldı? Bunun bir tərəf Şəmkirdir. Yox, hər dəfə deyirdi ki, gələcəm, Hə. gələcəm, şükür gəldi. Gəldi. Uşağın sən uşağında aləmi Bəli, dağıdan. bəli, mənim oğlum. Nətərsən? Oyun oynayırsan. Nətərsən? Dans görürsən. Al əlimdən. Çörək ağzımda. Nəyirsən burada? Oyun oynayırsan? Abi deyirlər uşaqlara bəs çox oyun verməyin, oynamaq. Əslində çox telefon vermirəm. Gün ərzində 1 saat. Doğrudan. Hə, bəli. Biraz hiperaktiv uşaqdır. Getdi. Dayanmır. İndi siz Qonaq- gəlmisiniz. Mən ona telefon verməsəydim, o evi dağıdacaqdı. Qonaq, hə? Hələ ki, bəli. Qonaq istəməyən. Çəkiliş davamı Getdi. biraz telefon. Gedir mətbəxə. Mən qonaq buranı istəyirəm. Mətbəxə gedək, mətbəxə.
Lalə o dəqiqə bilindir ki, Hə. biz gəlməmişdən qabaq bu evi təmizləmisən. Pis sos qapının ağzındadır. Qıstırmamısan. Başa düşürəm, uşaqlı evdir. Gəl. Bəh, nəsə bişirir. Ana, ay ana, nə bişirirsən? Deyir, Bax bu soğan doğrayıram, aşındın qarası, bu da ətdir. gəl. Hazırlaşır. Bax bu da düyünün suyudur. Düyünü də bura ıslağa qoymuşam. Ay maşallah. Hə. Mamam Qəşəng qoçaq qadındır. eləyəcəm. Qoçaq qadın. Sən bişirə bilirsən yeməyi? Qoçaq qadını qoçaq qızı bişirirəm amma aş yox. Mən Aşdır. çox da tərif xoşlamıram. Hə. Aşımı yeyərsən, görərsən. Doğrudan. Onda siz də izləmədə qalın, əziz izləyicilər. Yaman özünü tərifləyir. Ana, inanıram. Dəmliyib gətirəndə oradan Dili varsa, dilçəyi də var 100%. Bəli. Qulaq asır, başa niyə aş bişirə bilmirsən ki? Nə bilim bişirirəm amma mamam hər adamın bişirdiyini bəyənmir. Sənin də şür bəyənmir. Yox, heç kimin. Ancaq deyir mən özüm bişirib özüm yeyirəm. Ay Hə, Allah. çox Afət kapriz xanım, bir bir qadındır. söz deyim. Hə. Valla indi biraz izləyicilərə bilmirəm nə cür qarşılayacaqlar. Həqiqətən o qədər xeyir işlərə də getmişəm. Siz inanın ki, bəlkə mən öz aşımla başqa heç kimin Heç aşını kimi bəyənmirəm. bəyənmirsiniz. Bilmirəm gözəlmi bişirirəm, bilmirəm özümküdür deyil. Biz yeyəndə beləcəyik də, yeyəndə beləcəyik. Hə, yeyəndə biləcəm. Hə, buradayam. Amma mən zəfəran vurmuram, ha sarı köf vururam. Doğrudan. Çünki zəfəran xoşlamıram, iyini xoşlamıram. Deyir ki, hər adamın özünün əlinin duzu var da. Özümün Sən əli. deyir, birazdan gəlirsən, nə iş görsən orada? Bəli. Nə iş görsən? Biraz sərgiyə salındım. Hə, Çox deyirəm rəhmət axı. olsun. Hə, ay Lalə. Ulan yemək pişənə qədər biraz söhbət eləyək. Qeybət söhbət eləyək. Vaz, hansısa müğaniyə səni bənzədirəm, amma bilmirəm, sən desəm necə cavab verəcəksən. Hə, çox oxşadırlar. Əslində bütün Deyib, adını deyə bilərəm, görəsən? Deyə bilərsiniz, buyurun. Müğənni Vəfa Şərifova var. Birinci ilk dəfə səni görəndə elə Hə. bildim ki, onun bacısısan da. Qohumluğumuz yoxdur da. Yo, yo, Niyə belə verirsən ki? Niyə belə verirsən? Yo. Yo, barədə de. Deyəsən qalmağa yaratmaq istəyirsən, Afət. Yox. A, anam anladı. Bəli. O yeməklər taxtıdı da mamam. Ay. Heder dünyada bana Sizdən üzüm dönsə, əgər dünyada bir de açılmasın, bir de açılmasın. sabahım mənim. Həm də musiqi müəllimədir. Yoxsa? Bəli, muğam müəlliməsi olur, amma hazırda təqaüddədir. Aha. Elə müəlliməlikdən də təqaüdə çıxıbdır. Aa. Afət xanım, sizə bir söz demək istəyirəm. Siz gəlməmişdən öncə mən getdim. Bir dənə Akif müəllim var, Tar müəllim. Hə. Onu da elə bax buradan salamlayıram. Uzun ömürlü olsun. 10-60 illiyinə getdim. Aha. İnan ki müdiriyyətim də oradaydı. İnan ki nə qədər xahiş elədilər. Oxudum, oynadım. Belə həyatımı yaşadım. Can, həmişə xeyir işlə gedərsən. Hə. Ay Lalə, bir yerdə toya xeyir işə dəvət edirlər səni. ana. Dəvət alırıq, amma mən istəmirəm anam getsin, toy olsun. Niyə? Bəzən nə bilim bu yaşdan sonra indi mənim 6 yaşım olandan anam toy sferasından ayrılıbdı. Aa, Amma niyə? indən belə toyxana oxuyanı kimi yox, amma bəli, bəzən toy sahibləri öz istəklərindən deyir ki, gəlsin öz repertuarını Lalə xanım Görünüş olaraq bəli, deyirsən ki, ana bala. bəli, bir Hə. iki dənə bir yerdə mahnılarımız var, özünün muğamları var. Sadəcə olaraq öz repertuarını. Çünki mənim anam daha öncələr toya getdiyi vaxtlarda həmişə öz repertuarını oxuyurdu. Ona desinlər gəlsin, məsələn bu mahnını oxumur. O vaxtı heç kəs bilmirdi. Allah can sağlığı versin. Zeynəb xanlar nişan göndər sonra dedim. Aa. Maşallah, maşallah. sağ olun. Nişan gün bugün yarı çok gözledim. Gez gelmişti ne gizledim. Gel kol kola gezek dedim. Gəl qol-qola gəzək dedim, nişan göndər, sonra dedi, nişan göndər, sonra dedi. Dedim rəhmeylə dözmürəm mən. Dedi dözən eşqə düşən. Dedim tutum əllərindən. Nişan göndər, sonra dedi, nişan göndər, sonra dedi. Mən Afət xanımın toyda oxudum. İnan ki, hamı döndü belə baxdı. Ola bilər ki, insanlar o vaxtı çox musiqiyə Ha. o qədər qulaq bəlkə asmırlar. O vaxt deyimdə mən çox gənc idim. Televizorların yeni Hə. çıxan vaxtı. Amma Bildim. Afət xanım, Hə. öncələr daha çox səsə, sənətə, musiqiyə dəyər var idi. Get-gedə elə bil o qədər cılızlaşır, o qədər sənəti Düzdür. ucuzlaşdırıblar. Həqiqətən bəzən insan belə peşmançılıq çəkir bu sənətdə çəkdiyi əziyyətlərə görə.
öyrəndiklərimizə görə. Bəs Çünki biz anana- asan gəlməmişik. Anana yaxşı icazə verdiniz ki, yəni ki, gördünüz istedadı var. İcazə verdiniz ki, Mən oxusun, qabağa o getsin, müğənni özüm olsun. sənətimi davam eləyə bilmədiyim üçün, yarımçıq ayrıldığım üçün mən həmişə demişəm Lalə, sən sənətini davam elə. Hə. Çox peşmançılıq çəkirəm ürəyimdə. Aydan. Ürəyimdə. Yo Afət xanım belədir də. Niyə Davam niyə eləmək istəmədiniz ki? üçün, yox. Niyə davam Davamı eləmədiniz? eləmək üçün biraz həm ürək lazım, mən də biraz bax buran haqqı, mən səmimi deyim, bu mağar toylarına da o vaxtı qorxurdum getməyə. Yox, bir də mənim mamam o qədər həssas insandır, tez küsəndir, tez Tez inciyəndir sənətdən, amma mən deyərdim ki, çox şey insanın öz əlindədir. Yəni Eləyə bilir. fərqi yoxdur, hansı peşədə olursan ol, insanın özündən asılıdır. Sən fərqi yoxdur, çox yaxşı müğənni də ola bilərsən, çox yaxşı aləm də ola bilərsən. Şükür Allah, bugünkü gün mənim həm sənətim var, həm də aləm var. Həyat yoldaşım da mənə dəstəkdir. Həyat dostunda Bəli, bəli. dəstəkdir. Ay Hər maşallah. barədə. Çünki o bilir ki, mən 2 il sənətimə ara verdim. Mən ayrı qala bilmədim. Mənim anam da dedi ki, yoldaşımla danışdı ki, mən bunu oxutmuşam, əziyyət Kürəkəni çəkmişəm. razılaşdırdı. Təhsil, Hə, razılaşdıq. təhsil vermişəm də mən istədiyim yerə gələ bilmədim. Heç olmasa mənim evladım. Afət yəni. xanım, O da belə deyim sosial şəbəkələrdə bir də üzr istəyirəm. yaxşı insandır. Yəni mən böyük kimi Kürəkəndən razısınız. eşitdi. Kürəkəndən razısınız. Razıyam, yaxşı insandır. Belə də mən Yaxşı. dediyimi eşitdi qızımı oxumağa, yəni şey eləmədi. Mən bilirəm ki, Lalə pul qazanmaq niyyəti ilə getmir. Çünki Yox. bir neçə dəfə sənə sual vermişdim ki, Lalə toylara məsələn tutaq ki, sənin üçün fərqi varmı? Neçə oldu? Sən desə ki, mən sənətimə hörmət verirəm. Bəli, Qiymət verirəm və hər müğənniyə hər dəvət olunan toylara mən getmirəm. Təbii ki, olmaz hər dəvət olunan toylara. Mən toy sahiblərinin öz Yəni istəyi müğənni ilə olmaq dəvət pul alıram. qazanmaq demək deyil də, onu Bəli, demək. amma bu sənətə ümumiyyətlə hansısa bir sənətə maliyyə baxımından baxarsansa da sən heç vaxt onun peşəkarı ola bilməzsən. Düzdür. Özümlə toy apardım. Körəlmək istəmirəm. Laləyə söz verdilər. İlk dəfə Lalə ki, mən ağladım, özüm bildirmədim ona. Ay canım. İkimizdə bir ürək var. Yarı məndə, yarı məndə, yarı Yarı səndə. sən. Bunu Lalə oxuyanda mən körəldim, çıxdım çölə ağladım, Ay daş Allah, dedim ya sağ ol. Rəbbi. Bunun Sağ ol, səsi ya. var, mən bunun arxasında duracağam. Durdu zaten. Qoy arzuları qalmasın ürəyində. Maşallah. Mənim arzularım bəlkə də özüm qoydum. Hə, özünüzə. Yəni, İstəsəydi çox gözəl yəni yerlərdə anaya olar. qadağan edən olmamış. Yox, peşədə rəqabət var. Amma bizim peşədə olan rəqabət sağlam rəqabət deyil. Hə, Ona görə küsdü. Mənə də bəli pislik eləyən insanlar var, var. pislik eləmək istəyənlər var. Haqq bilirlər ki, Niyə pis deyirlər? bilmirəm valla Allah and olsun bilmirəm. Sənətin var, səsin var. Elə şərt orasındadır ki, sənəti, səsi olmayan insanlara pislik eləmirlər da. Neynirlər? Çünki istedadsız adamın nəyinə pislik eləsinlər? Niyə? İndi mən bir söz deyəcəm. Ana xanım mənə inciməyəcək. Yəqin ki, rastınıza da çıxıb. Mən sizin paylaşımlardan görmüşəm ki, orada siz o ifa etdiyiniz videolar var ha. Orada bir neçə nəfər yazıb ki, var da harda belə meşə şaqqalsız olmaz. Yazıblar ki, ay bu səs o səsi deyil. Kimsə səsini götürüb qoyub ora. Yəni mən indi gördünüz ki, bunu əvvələ demək istədim əslində. İndi gördünüz ki, Ayna xanım, yəni məşhur ana bala, Gəncədə olan məşhur ana bala öz səsi ilə, yəni özü canlı necə ifa etdi, yəni öz səsidir. Xahiş edirəm bu qarnınızın qutlarını bəziləriniz sarımsaqlı qatından təmizləyin. Yeməyimiz bişir orada. Bişir. Nə dedi vəziyyət orada? Qəşəng. Bunu Gəncə plovu bəm ayrı olur ki. Hə, Gəncə plovu ayrı olur ana. Başqa plovdur. Afət xanım, bilirsən nədir? Mən ədviyyat sözünü qoymuram. Çünki ədviyyat qatanda aşın tamını itirir, düyünün tamını. Orada Mən ədviyyatsız eləyirəm. çox Soğançayla, ətlə. İndi görəcəksiniz. görəcəyik. Yaxşı. Gəncə doğası olacaq, Lalə. Mütləq hazırdır. Qulaq as, qeybət eləyək. Qulaq as, həmkarlarından kimsən dalınca danışır, kimsən pis deyirəməsi həmkarlarından? Ümumiyyətlə çoxları var, amma mənim heç kimdən nə dostluğum yoxdur, nə yoldaşlığım yoxdur. Mən öz işimdən, öz aləmlə məşğul olan insanam da. Yəni özün bilirsən, özün. Nə demək istəyirsən burdan onlara? Adlarını çəkməyək. Mən Burdan bilirəm kimlərdir. demək istəyirəm ki, hər kəs öz bacardığı işlə məşğul olsa daha da hörmətli olar. Əla. Deməli, mənə deyir ki, bu otağa keçmə, Lalə deyir, bu otağa keçmə. Gedək görə də nə var, nə baş verir. Ay Allah! Üstü o bəzək, alt bəzək. Al qız, bu nə evdir, bu nə evdir? Ay, 5 dəfə yığışdırmışam bax, oyuncaqları atıram o çadırın içinə, yenə tökür bura. Xeyri yoxdur. Bunlar Bir həftə verəcəm bu uşağa baxarsan, yaxşı. Yox, sağ ol, çox sağ ol. Yox, bir Amma həftə. onun üçün ona görə bu otağı bağlamısan ki, girməyin bura. Allah, uşaq dağıdıb buraları.
Bəli, bəli. Uşağı olanlar yəqin ki, qınamayacaqlar. Yəni uşağı Dəhşət. Buranı yığırsan oyuncaqları, inansı dünəndən bu yana yığıram, tökür, yığıram belə, tökür. Nə edim uşaq? yaxşı, uşağa görə bağışlayıram. Hə, Lalə, yemək bişənə qədər biraz belə deyək də qız-qıza söhbət eləyək. Avtomobilin də mübarəkdir, gələn kimi gördüm. Gözüm yoxdur, narahat olma. Allah sənə də ən gözəlini qismət eləsin inşallah. Avtomobillə bağlı paylaşımlar olmuşdu. Bəli, 1 milyon baxış gəlmişdi. Bəli. Yoldaşın hədiyyə eləyir. Yəni yoldaşımın da haqqı var, mənim də. Necə? Mən əslində bu maşını çox bəyənmişdim, pulum çatmırdı. Öz maşınımı satdım. Yoldaşım da üstünə düzəltdi. Demək olar ki, yarı-yarıya. Pulun yarısını qoyub, yarısını mən sadəcə olaraq mənim xəbərim olmamışdı. O getdi, həll elədi. Onda torpağı var idi, satdı, sağ olsun yəni. Ərlə ərvad görsən birlik olanda bizdə elədir. Yəni sənin pulun, mənim pulum deyilən bir söz yoxdur. sürpriz elədi ki, bu avtomobili aldı. Hardan bildin sən bunu bəyənmisən? Bir yerdə maşınlara baxanda mən demişdim ki, qəşəng maşındır, xoşuma xoşuna gəlir. gəlmişdi, Onda hələ bu maşınlar o dərəcədə tutmamışdı, amma biz alandan sonra Ay bacı, gözün nəfsə gəlmədin? Vallahi nə bilim. Bilmirəm. Məsələn, mən Bu arada qoy onu da deyim ki, hər gün neçə gündür yağış yağır bilirsiniz, dünən də yağıbdı. Deməyin ha niyə kirlidir maşın. O dəqiqə yazacaqlar da bilmirəm deyəcəklər. Yox, demirəm, andolsun. Mən bilirəm ki, Lalə sən öyünməyi sevmirsən də, amma ki bu qədər də yox da, yəni Lalə Əlizadə. Yəni L-A. Amma sən Gəncəlisən 040 haradır? Haradır 040? 040, nə bilim. Hansı bölgənin yadından çıxıb? Nömrə xoşuma gəldi. Həm də əsas mən o L-A hərfinə görə almışam bunu. Lalə Əlizadə də indi həqiqətən. Heç özünü sevmirsən ha. Heç öyünməyi sevmirsən ha. Öyünməyi sevmirəm, amma özümü sevirəm də. Özümü sevirəm. Həyətinizdə bax belə lobiya var. Lobiya Yox, həyətimizdə yoxdur. Bunu pay gətiriblər, sağ olsunlar. Pay gətiriblər. Bəli, ailəvi dostumuz var, onlar. Ay maşallah. Xiyardır bu. Yəni bir biçimlik verərsən, daha sənsə götür bir biçimlik. Qurban Pomidor da, olum. yəni Bir səbət şəmkir verirəm. pomidoru desən. Bəli, şəmkir. Şəmkir pomidoru. Şəmkir pomidoru. Ay, da ilk qoxusuna bax. Gedək həyətə gedək. Həyətdə bu qız nə bacarır? Əlindəki nədir? Bu toyuq dənidir. Toyuqlar dəndirsən sənindir. Yəni yaxşı orqanik yumurta yemək istəyirsənsə, toyuq yemək istəyirsənsə, həyatın varsa baxmalısan. Sən marketdən heç nə yemirsən. Belə arada sırada, amma mamam heç yemir marketdə. Doğrudan. Bir də oğlum. Oğlum yəni hər gün Bəlkə də məni görüb özünü göstərir. Tik eləmirlər. Tip. Qulu. qorxdular bazı səni gördülər. Necə çağırırlar? Fərhad necə çağırırlar? Nəysə gələcək özləri, gəl bura. Ciba. Ciba deyirlər də. Gəl bura atla özləri gələcək. Doğrudan. Gəlmədilər axı. Öyrənmişsiniz, eləcə qıraq. Baxın görsən çağırdı, gəlirsən səslə. Qalanda durma. Orhan. Gördün mü nə dedim? Nə dedin ki? Gülü eləməkdən deyil. Çək oranı. Toyuqlar çıxdı gördün? Yaxşı ki gəldim, toyuqların suyu qurtarmışdı, görürsən? Tarmayıb, sən aşırtdın, nə deyirəm də. Sən aşırdın, hə? Fərhad, sən elədin, şaşırdın. Bəlkə kətdə yaşayaq. Gələcəkdə kətdə yaşayaq. Mən kənd həyatında görürəm ki, yaxşı bacarırsan, hər şeyi yaxşı bacarırsan. Toyuğun birini götürək aparaq. Xəbərlər ola. Gəldi. Elə belə şey girdim. Ay Allah, qaşlar. Toyuq tuta bilirsən? Yox, qəti. Bir dənə tut görüm tuta bilirsən? Yox, mən tutuyorum. Bura Gəncə şəhərli qadın alım, Gəncə şəhəri. Gəncə şəhərdə bilirəm. Bəli. Burası həyat evidir, indi Olsun, toyuq tuta bilmirsən onda. Yox. Yaxşı, kim tutur toyuqları? Əgər həyətdən çolpa yemək istəyirsən, toyuq yemək Mamam. Sən tuta bilmirsən? Yox. Mamam özdə kənd qızıdır. Yox, qorxuram. Qorxursan toyuqlardan? Qorxmuram, belə tuta bilmərəm. Qəribə, hə. Balaca düz olsa lap çıxılı, hə. Bu şəhər bir də ki, biz özümüz bizim toyuqlarımızın bir 5-6-sını özümüz mayalamışıq. Doğrudur. Bu şəhər qızıdır, toyuq tuta bilmir. Neyləyəcəm? Axşam iyi gəlir, plovun iyi gəlir, yemək hələ hazırdır. Oturmuşam boş stolda, qonağımda utanıram. Eləcə deyirsən ki, yeyirək. Nə deyirsən? Eləcə deyirsən ki, yeyirək. Yemək var da orada. Utanıram ha. Yeməyin iyi.
Artıq bihuş olmuşam burada. Gedək görə bəkilməsə. Hazırdır yoxsa yox? Ay qızlar, ay qızlar. Alma xanım, Ayna xanımı almaq olmuyor. Acının Nələr almaq. yoxdur. Elə Üzülürsən. Alma xanım, Ayna xanım fərq. Afət xanım bax. Bu qarasıdır. Niyə mən ədviyyat eləmirəm? Hə, niyə? Bax şavaldım tam bir ayrı, əri kurusu mən xoşlamıram. Özüm nə cür xoşlayıram, sizə də elə dedim. Bax, ətin də suyunu belə elədim ki, çox boğazımızda quru olmasın. Yeyəndə tamlı olsun da ətin suyunu. Tərəfiz Bax, özünü sərdən yeyim hazırdır yoxsa yox? bax gör nə gözəldir. Ay. Bu da bax bizim aşımız. Divinin də Maşallah. qazmağı qıpqırmızıdır. Qoş Doğrudan. gətirəcəm. Gedin əyləşin, çəkib gəlirəm. Hə? Gedin əyləşin. Çox Pomidor, Sən nə yeyirsən bəs burada? Mən də pomidor Ha, xiyar çoban salatı, çoban bəli, salatı deyirlər, ona. hələ göz adı hələ hazır deyil də, yarım Nə çıxdı. yaxşı onu eləyə bilirsən heç olmasa. Yox, mən bacarıqlıyam. Mən Bacarıq- hə bütün yeməkləri mən gözlə. xəngələ kimi Gözlə. bişirə bilirəm. Afət xanım, sizə bir sual Bazarlıqdır. vermək istəyirəm. Bazarlıqdır. Bax Örgən Lalədən, Lalə xanıma. Bax Örgən. Lalə xanım görünür ki, çoban salatı edir də, açdım bişirə bilir. Yox, mən O da qutab da bişirirəm. o da sənin əlindən gəlmir, iş olarsa. İndi birazdan dərs. Görürsən? Elə Afət. Gördün Gördün ha? mü? Gördün. Afət, məncə Afət gözəl yeməklər eləyir özü gözəl olduğu kimi. Məncə bunun əl işləri gözəl olur. Məndə 6-cı his var ha. Oradan. Hiss eləyirəm. Amma mən də inanmıram, hirəsə Afət heç iş görən oxşamır. Çünki sən də iş görən dörsə ona görə. Səhərdən dayanmışam mətbəxin qarşısındakı bu yemək hazır olsun götürüm. Özüm gəlməsəm, bunlar hələ yarım saata, bir saata Lalə mənə yarım saata yemək ha. Hələ Lalə çoban salatı doğrayır, sən əlində doğrayır belə. Nədün hə? Kəsdim. Görürsən, bacarıqsızsan, Yox, bacarıqlıyam. Əslində bacarıqlı insanlar qəzat daha çox törədir. Ay Allah, özünü təriflə bu qızda, ay Allah. Aşı düyür eləyirəm. Əgər düyü partlamırsa o aş deyil. Hazır da aş. Düyü bərk olmalı deyil. Hə, hazır ol. Həm ya rahat yeməlisən, həm də bu açılmalıdır. Gül kimi. O gül nətər açır. Elə. Maşallah, maşallah. Mən aşı elə eləyirəm. Allah tərif, mən də tərifləyəcəm. Hə. Səbirsizliklə o yeməyi yemək istəyirəm. Artıq acından başım fırlanır. Sən hara çıxmısan hadi? Sən hara çıxmısan? Ay Allah. Mənim aşım gözəldir, qonaqlara aş verin. Aş verin, aş verin, qonaqlara aş verin. Aş verin, ay aş verin, qonaqlara aş verin. Bəh. Ayrı. Çox sağ ol. Aş ver, qonaqlara aş verin. Hə, Lalə hazırdır hər şey. Bəli, hazırdır. Duzumuz da gəldi. Gəncə doğğası da var. Gəncə doğğası da var, qəşəng. Bilməm görürsüz, göz haqqınızı halal eləyin. Yoldaşın da 100%, bilirəm də ailəlisən bir övladım var təbii ki. Yoldaşın da 100%, yəni ki, sakit adamdır. Qabağına qoysan yeyəcək. Yox, əslində yoldaşım ilk dəfə biz ailə quranda mən ona demişdim ki, mən iş bacarmıram. Amma ailə Ya da şəkillərə qurduqdan baxın, sonra- şəkillərə baxın. Hə. Ailəvi şəkillərinə baxın, yoldaşın şəklinə Ailə baxın. qurduqdan sonra isə yəni Nə tər şirin dilinə salıbsa. Hə, baxaq şəkillərə. Nə qəşənglər. Yəni göstərə bilərəm. Ata, yaxşı, yaxşı. Allah xoşbəxt eləsin. Yoldaşın tükdür. Ata, külək Tük çox vətəndaşı. durmurdu. Bax, Allah xoşbəxt eləsin. Ayna xanımın cavanlığıdır. Oxşamırsınız, yox, oxşamırsan ona. Təşəkkür edirəm. Tərəfədinizə də dəyərdir. Əllərinizə sağlıq. Allah ruzunuzu bol eləsin. Lalənin də Allah yolunu açıq eləsin inşallah. Biz isə sizlə yavaş-yavaş sağollaşırıq, amma istəyirəm ki, sağollaşmamız bu dəfə musiqiçi ailəsində isə sağollaşmamız necə olmalıdır? Musiqili şəkildə. Siz isə Ailəcanlı verilişini izləməyə davam edin. Gözəl rəylər gözləyirəm sizdən. Sizin də istəyirsinizsə qonağımız olaq. 055 643 56 57 bu nömrəni zəhmət olmasa mesaj WhatsApp bölməsindən yazın və biz sizin qonağınız məmnuniyyətlə olarıq. Gəncə şəhərindəydik. Müğənni və gözəl xanım Lalə Əlizadənin evindəydik. Afət xanım, bizi unutmayın. Gəncə yolu düşərsə bax bizi gəlin. Bax qonağımız. Təşəkkür edirəm. Bir daha verilişiniz xeyirli uğurlu olsun, davamlı olsun inşallah. Amin, inşallah. İzləyicilər də buradan salamlayıram bütün izləyicilərinizi. Verilişi izləmədə qalın. Çox maraqlıdır. Eşq bağımda açan çiçəkdə sənsən, həzin arzularda diləkdə sənsən. Məni yaşadan bir nəfər var həyatda, o varlıqda sənsən, ürəkdə sənsən, sən. Yerdə sənsən, sənsən, ay balam, yenə sənsən. Aylı gecə sərin külək göy çəmən,
Dört yanımız ətir saçan Yasəmən. Ancaq məni heyrətlərə qərq edən, Ancaq məni heyrətlərə qərq edən. nə çəməndir, nə çiçəyidir, nə çəməndir ay balam, nə çiçəyidir. Sən, ay ata, sən. Sən, bir də sən. Bir söz axır dudağıma Hayda. dilimdən. Ha. Canan deyil canı bilirəm səni mən. Gecə gündüz bu sinəmdə döyünəm. Gecə gündüz bu sinəmdə dayınəm. Nə ürəyin, Ha. Nə diləyidir. sən, ya sən, bir də sən.